Bornotlu müəllim necə olacaq? Uzaq sizdən. Artıq dərsə gəlmək istəmirəm. Evdən çıxmağa səbəb qalmayıb. Heç nə motivə eləmir. Bax, Bornotlu müəllim belə fikirləşir. Gözləmir ki, panedelenik gəlsin. Adətən birinci gün sindromu olur belə müəllimlərdə, panedelenik sindromu. Panedelenik daha əsəbi olur, gərgin olur. Hələ-hələ də predmenstrual klimaks yaşamayıbsa, sindrom olsun, zaman olsun, vay be, ikisi də üst-üstə gələcək. Bu müəllimin həmin günü, həmin həftəsi əsəbi bir zaman kəsiyidir. Burada gərək insan stresini kontrola ala bilsin. İndi irəlidə mən sizə texnikalar deyəcəm ki, bunu necə eləyək, necə üstəsindən gələk. Hal-hazırda bax bir dənə də sual verin, qarşınızdakı dəftərə yazın. Hazırda daha çox hansını yaşadığınızı düşünürsünüz? Stresi mi, yoxsa burnotumu? Gərginəm, amma hələ də enerjim var deyirsənsə, streslisən, özünü tamam tükənmiş hiss edirəm deyirsənsə, təbrik eləyirəm, burnotum var artıq. Risk faktoruna dediyim kimi müəllimlər gedər, həkimlər gedir, yanğın söndürənlər, fövqəladə hallarda işləyənlər, təcili yardımda işləyənlər və bu insanlar da risk faktoruna daxildir ki, yanma sindromuna əziyyət çəksin və eyni zamanda da kompüter qarşısında oturan, texnika ilə çox sıx-sıx ünsiyyətdə olan, canlı ünsiyyətdən qaçınan, imkanı olmayan eləməyə və hərəkətdən, fiziki hərəkətdən aktiv olmayan insanlar.